Axşamınız xeyir hörmətli dinləyicilər. Azərbaycan Nədən Danışdı proqramı bu həftə olan ilk buraxılışını təqdim edir. Studiyada mən Yunis Orucovdur. Əziz dinləyicilərimiz, Azərbaycan nümayəndə heyətinin Əhtərxan vilayətinə səfəri çərçivəsində Azərbaycanlı deputat Azər Badamov Moskva hava limanında saxlanılıb və ölkəyə geri qaytarılıb. Bugün bu hadisənin təfərrüatları barədə danışacağıq. Artıq Moskva da bu məsələyə münasibət bildirib. Bununla belə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun bu yaxınlarda Ermənistana səfəri gözlənilir. Biz bu səfəri zəruri edən amillərdən söhbət açacağıq. Söhbətə başlamazdan öncə mən qonağımızı sizə təqdim etmək istəyirəm. Bugünkü efirimizin qonağı siyasi şərhçi Elşad Paşasoydu. Axşamınız xeyir, xoş gördük sizi. Elşad müəllim, niyə Azər Badamov Rusiya arasına buraxılmadı? Hərçənd ki, Ruslar bugün açıqlama veriblər bununla bağlı və buradan aydın olur ki, bu Dövlət Dumasının deputatı Nikolay Valuyevin bir növ təşəbbüsüdür. Sizcə Dövlət Dumasının deputatının belə bir təşəbbüslə çıxış etməsi və yaxud da ölkənin siyasi xəttinə müdaxilə etməsi nə dərəcədə doğruydu? Olduqca normal cavabdır. Yəni Rusiya kimi nəhəng bir dövlətin adını yaraşmayan bir reaksiyadır. Eyni zamanda o qədər cılız və əsassız iddiadır ki, Nikolay Valuyev Azərbaycan xalqını və dövlətini təhqir etmişdir. Buna görə fevral ayında verdiyi o bəyanata görə, o həqarətinə görə əslində Rusiyada tənbih olunmalı idi və Azərbaycandan üzr istənilməli idi. Amma yeri gəlmişkən bu hadisələr o zaman baş verdi ki, Azərbaycanda Rus evi ilə bağlı məlum araşdırmalar aparılırdı və məlum oldu ki, Rus evi əslində uzun müddət necə deyirlər, sui-istifadə edib Rusiya və Azərbaycanın arasındakı normal münasibətlərdən, Azərbaycan dövlətinin humanistliyindən qeyri-qanuni şəkildə şəhərin mərkəzində fəaliyyət göstərib. Və hətta bir sıra digər iddialar da vardı. Bu evin ətrafında gəzən şayələr, məlumatlar, bunlar da araşdırma mövzusu idi. Bütün bunların qarşılığında Rusiya tərəfi ən azı Bakıda, Azərbaycan paytaxtında fəaliyyət göstərən təşkilatın hüquqi fəaliyyətinə can atmaq əvəzinə ayrı-ayrı şəxslərin anti-Azərbaycan mövqelərinə yaşıl işıq yandırdı və Valuyev də bu sırada olduqca fəal idi. Bunun da qarşılığında Azərbaycan heç şübhəsiz ki, bu şəxsin Zatulin və digərləri kimi arzu olunmaz şəxslər siyahısına salındığı barədə rəsmi mövqeyini elan etdi. Yəni Azərbaycanın rəsmi mövqeyi idi. Azərbaycan Xarici İşlər Nazirliyinin diplomatik etiketə uyğun və beynəlxalq qaydalar çərçivəsində sərgilədiyi mövqeyidir. Çünki Azərbaycana qarşı həqarətə yol vermişdi bu şəxs, cavabını almalı idi. Amma bundan sonra nələr baş verdi? O hadisələr gətirib Azər Badamovun persona non grata elan olunmasına qədər bu rənglərin tündləşdirilməsinə səbəb ola bilərdimi? Yaxud da Valiyev kim idi ki, bu barədə bir iddialarla çıxış eləsin? Xanım Matviyenko Azərbaycana səfər eləyib və Azərbaycan parlamentinin rəhbərliyi ilə görüş keçirib, ona dostluq orderini təqdim eləyib. Azərbaycan prezidenti ilə görüşdə Azərbaycan və Rusiya arasında normal münasibətlərdən bəhs olunub. Eyni zamanda arzu olunmaz şəxs elan olunan Azər Badamovun da təmsil olunduğu Rusiya-Azərbaycan birgə parlamentariası komissiyanın işindən, fəaliyyətindən razılıq ifadə olunub. Yəni bir deputatın təmsil olunduğu komissiya iki dövlət arasında münasibətlərdə körpü rolunu oynayırsa, bu dövləti necə ola bilər ki, aylar sonra sən öz ərazindən geri qaytarasan və mühüm tədbirdə ki, onlar hansı tədbirə gedir? Hansı tədbirə getməsi. Yəni burada bir neçə məqam var, Yunus bəy. Birinci, Azər Badamov, elə bir müəllif yazısında mən barədə bildirdim ki, bu Azər Badamov yalnız məsələsi deyil. Bu bir millət vəkilinin, bir deputatının düşdüyü durum deyil. Bu Azərbaycan məsələsidir. Çünki Azər Badamov Azərbaycan parlamentinin 125 deputatından biridir. Ali qanunverici orqanda təmsil olunur. Azərbaycan və Rusiya parlamentlər arası münasibətlər də ki, o müharibə səviyyəsində olmayıb, əslində Azərbaycanın kifayət qədər haqqı var idi ki, təyyarə olayından sonra vəziyyətin
bütünləşdirilməsi istiqamətində addımlarını atsın, davam eləsin. Amma Azərbaycan yenə də humanist mövqedən çıxış elədi və Rusiya prezidentinin üzrxahlığından sonra proseslərdə biraz loyal yanaşma və yumuşatma yarandı və davamlı şəkildə Rusiya ardıca elə Narışkinin bu yaxınlarda Azərbaycana aprel ayında səfəri, eyni zamanda Moskva və bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana səfəri və Azərbaycan prezidenti 1-ci xanımı ilə görüşməsi, eyni zamanda bir orden təqdim etmə mərasimi oldu və həmçinin iki ölkə arasında münasibətlərdən razılıq ifadə olundu. Eyni zamanda absurdu budur ki, Azər Badamov aprelin 17-si və 20-sində 3 günlük səfərdə olub, yenə də eyni marşrut üzrə Dağıstanda. Necə ola bilər ki, bir dəfə Moskvaya uçarkən ona hər hansı bir problem yaradılmır. Valuyev yalnız ondan sonra mı duyuq düşdü, yaxud da təsir rıçaqlarını işə saldı. Və bu səfər də uğurla başa çatıb, geri dönüblər. Üstündən 10 gündən biraz çox vaxt keçəndən sonra yenidən səfər təşkil olunub. Özü də yapın idarə heyətinin üzvü olan Azər Badamov Yeni Azərbaycan partiyasının yaradıcısı, Azərbaycan prezidenti Milli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü tədbirlərinə qatılırdı Həştərxanda və onun deputat həmkarı Elman Nəsirov da bildirdi ki, yəni hər hansı bir əsas təqdim olunmadı. Yalnız təhlükəsizlik tədbiri və sair bu kimi absurd iddialar irəli sürülüb. Azər Badamovu kimdən qoruyurmuşlar, yaxud da Azər Badamov kiməsə təhlükə mi yaradırmış? Belə bir əcaib iddia ilə indi də don geyindirməyə çalışırlar ki, Valiyevin belə bir iddiası olub. Bütün hallarda təxribat idi. Bunu Azərbaycanda çox yaxşı başa düşdülər. Lakin mən elə Rusiya mövzusundan söhbət düşmüşkən Sergey Lavrovun Ermənistana planlaşdırılan səfərini də istədiyim bir münasibət bildirəsiz. Biz bunu adi bir protokol səfəri kimi qiymətləndirək, yoxsa Rusiyanın Ermənistandan yenə də istəkləri var? Yeri gəlmişkən Azər Badamovun adının qara siyahıya salınmasından sonra bu siyahını təşkil edən Lavrovun idarəsidir, heç şübhəsiz, və damarlarımdan erməni qanı axır deyən Kəlantaryanın gerçək siması yenidən önə çıxır bu məsələdə. Rusiya Azərbaycan arasında kövrək bir körpülərin hər zaman uçurulmasına cəhd edən birisidir. Vaxtilə Qarabağın Azərbaycan ərazisi olmasına şübhə ilə yanaşan birisi idi. Eyni zamanda jurnalistlərə qarşı həqarətləri olurdu. Eyni zamanda onun işçisi, sözçüsü Zaxarovanın da bu kimi davranışlarını çox görmüşük və növbəti dəfə öz missiyalarını uğurla davam etdirdilər. Bəlkə də elə Ermənistan səfəri öncəsi Azər Badamovla bağlı Ermənistan mediasında manşetini bəzəyən bir hadisəyə rəvac verməklə özlərinin bir ayıq xidmətini nümayiş etdirməli oldular ki, biz də sizdənik. Çünki Ermənistanın qərbə reveransları getdikcə artmaqdadır. Bu yaxınlarda məlum oldu ki, hətta Alen Simonyan paradda iştirak etmək niyyətində deyil və eyni zamanda Paşinyan da hətta son anda paraddan boyun qaçıra biləcəyi ilə bağlı ehtimallar erməni mediasında da yayılmaqdadır ki, bu xəstələnə bilər. Hətta Simonyan bildirir ki, ola bilər də Hindistan rəhbəri xəstələndi, Paşinyan da haradasa xəstəlik tuta bilər. Necə ki, bundan əvvəl Rusiyaya Covid adı ilə səfərdən imtina eləmişdi. Yəni bu mənada Lavrov növbəti dəfə Ermənistanı öz tərəfinə çəkmək üçün hansısa bir oyunlara əl ata bilər. Amma hesab edirəm ki, bu kimi oyunlar Azərbaycanın prinsipial mövqeyini dəyişməyəcək. Azərbaycan hətta torpaqları işğal altında olarkən Rusiyanın Ermənistana bir mənalı dəstəyi olduğu bir dövrdə də hətta Qərb və Rusiyanın o necə deyirlər, o mehriban düşmənlərin hər zaman Qarabağ məsələsində də eyni mövqe sərgiləməsi, anti-Azərbaycan mövqe tutmalarının özü belə Azərbaycanın mövqeyinə təsir göstərməyib. Bu dəfə də Lavrovun Ermənistana gedib getməməsində heç bir əhəmiyyəti yoxdur. Lavrov vaxtı ilə gedib hətta İrəvandan Ağrı dağını çəkirdi, mesaj verirdi ki, ermənilərə... Yəni bütün hallarda Ermənistan əl çəkir, Rusiya əl çəkmir. Yox, forpost hesab eləyir və hesab eləyir ki, ümumiyyətlə Ermənistanın da biraz o satqın siması var və iki stolda oturmağa cəhd göstərir ki, bir tərəfdən həm Rusiyadan da bəhrlənsin, həm də Qərbdən hansısa formada deməli maraqları təmin olunsun. Yəni düzdür, Rusiya bəyan eləyir ki, Avropa İttifaqının üzvü olmaqla Ermənistan heç bir halda Avrasiya İqtisadi Birliyinin də üzvü olaraq qala bilməz.
bu Ermənistan iqtisadiyyatının əsasını təşkil edən, sütununu təşkil edən Rusiya şirkətlərinin, Rusiyaya bağlı şirkətlərin və Rusiyaya bağlı Ermənistandakı o məlum çevirilər ki var. Hətta bu günləri Simonyan bildirib ki, Robert Kösəryan Rusiyanın buradakı cəssusudur. Düzdür, Simonyanın özünü də türk cəssusu elan ediblər bu gün elə. Yəni bu ölkədə bir çox qarışıq bir mühit yaranıb. Hamı satqındır. Hamı satqındır. Çünki mahiyyəti əslində bu dayanır Yunus bəy. Satqınlıq bunlar necə də çörək ağzıdır da hər zaman. İstənilən vaxtı dostunu satmaq, ona himayədarlıq edənləri satmaq iqtidarındadılar. Necə ki, Dəzdə Fəraddan üzbəri sata-sata gəlib axırı bu vəziyyətə düşüblər. İndi növbəti bir sanki bir dairəvi avtobusun sərnişinləri kimi. O mənada hesab edirəm ki, Ermənistan növbəti dəfə Lavrov və onun kimlərinin hansısa feilinə uymaqla rəngləri tündləşdirərsə, bu onun ziyanlı ola bilər. Eyni zamanda Ermənistanın bir öhdəliyi də var. Bu məsələyə də Lavrovun səfəri reallaşacaqsa, çünki bundan əvvəl Matviyenkonu da həsrətlə gözləyirdilər, amma Matviyenko Azərbaycanla əlaqələr üstünlüyü verib Bakıya gəldi. Yəni bu da var. Rusiyanın münasibəti bizə nə qədər pis olsa belə Azərbaycan faktorunu nəzərə alır. Necə ki, Putin bu yaxınlarda elə cənab prezidentə təbrikində də növbəti dəfə Azərbaycana verdiyi önəm Azərbaycan dövlət başçısına yüksək qiyməti barədə kifayət qədər yer ayırmışdı məktubunda. Və 20-ci ilin 10 noyabr bəyannaməsinin 9-cu bəndi icra olunmalıdır. Zəngəzur dəhlizi ilə bağlı. Bu təkcə Azərbaycanın marağına uyğun bir məsələ deyil. Eyni zamanda Rusiyanı da ciddi şəkildə maraqlandıran və istisna deyil ki, Lavrovun səfərində bu mövzuya da diqqət ayrıla bilər. Çünki Lavrov nə qədər Ermənistanı hansısa bir formada xilas etməyə cəhd göstərsə də, eyni zamanda Ermənistandan keçəcək bu mühüm kommunikasiyalarla bağlı da Rusiyanın mövqelərini nəzərə almalıdır. Çünki o bir icraçıdır. Çox da uzağa gedən bir nəticə çıxarmaq olmaz, amma uzun müddət ərzində Ermənistanla Rusiya arasında bu kommunikasiyaların biraz belə uzaqlaşma xəttinin getməsi bir şəraitində görünür ki, Lavrovun bura səfər etməsi, düzdür, bundan əvvəl hökumət başçı səviyyəsində səfər olmuşdu, mesajlar verilmişdi. Rusiya Ermənistan arasında ticarət dövriyyəsinin kifayət qədər artması barədə, artıq 15 milyardın üstündə olması barədə bir fikirlər, bu da çirkli pulların yuyulması, gizli əlaqələr və s. sanksiyalardan yayındırmaq üçün Rusiyanı bu kimi maraqlar müqabilində müzakirə olunmuşdu. Amma hesab edirəm ki, bu səfər həm də Ermənistanın növbəti dəfə Avropaya can atması istiqamətində bir təhlükəli oyuna baş qoşduğu barədə bir mesajların açıq şəkildə öz qandaşı səviyyəsində verilməsi ilə bitəcək. Səfərdən danışırıq. Bizdə isə Baş nazirin müavini Samir Şərəfov Suriyada səfərdə idi. Və düşünürəm ki, bu da bir vacib səfər idi. Çünki Suriya ilə Azərbaycan arasında son vaxtlar reallaşan qarşılıqlı səfərlər, həmçinin siyasi və iqtisadi münasibətlərin dərinləşdirilməsi istiqamətində atılan addımlar o səfərin əhəmiyyətinə dəlalət edir və siz bu səfərdən nə təəssürat aldınız? Əslində Azərbaycan və Türkiyə prezidenti arasında Suriya məsələsi ilə keçən ilin sonlarında müzakirə olunarkən Suriyada sabitliyin, təhlükəsizliyin bərqərar olması və hətta Suriyanın yenidən qurulması istiqamətində töhfələrin verilməsi ilə əlaqədar Azərbaycanın da qapısı var idi. Bu mənada Azərbaycan da bütün dünyaya barış gətirməyə cəhd göstərən və əlindən gələn etməyə hazır olan bir dövlətdir. O mənada elə Suriyaya ilk humanitar yardımın göndərilməsində də Azərbaycan məhz bu niyyətinin olduğunu nümayiş elətdirdi. Və üstəlik Antalya diplomatiya forumunda Azərbaycan prezidentinin Suriya keçid hökumətinin rəhbəri prezident Əşşara ilə görüşündə də bu kimi məsələlər müzakirə olmuşdu. Hətta qarşılıqlı səfərlərin reallaşdırılması barədə təşəbbüslər olmuşdu. Ardınca Samir Şərifov səviyyəsində səfərin və nümayəndə heyəti Suriyada olub və heç şübhəsiz ki, burada Suriyanın ehtiyacları və Azərbaycanın bu proseslərdə hansısa bir qatqısının ola biləcəyi ilə bağlı da. Düzdür, Azərbaycanın kifayət qədər problemləri Qarabağın yenidən Şərqi Zəngəzurun qurulması, əhalinin köçünün təşkil olunması, öz yurdlarına qaytarılması istiqamətində kifayət qədər üzərinə yük düşür.
Azərbaycan artıq bir 16 milyardlıq bir vəsait xərcləyib erməni vandalizminin vurduğu zərərlərin ortadan qaldırılması istiqamətində və böyük tək başına bu işin altına girib və göründüyü kimi hələ ki ciddi bir dəstək də beynəlxalq aləmdən bir müşahidə olunmur. O mənada Suriyanı dağıtmağa meyilli olan qüvvələrin, paytaxtların bu ölkəni nəinki dirçəltmək üçün bir təşəbbüslərdə bulunmaması, üstəlik yenidən hansısa bir vətəndaş toqquşmasının və keçid hökumətinin də yeni müsibətlərlə üz-üzə qalmasına yönəlik bir siyasətini biz müşahidə etməkdəyik. Elə sonuncu növbətdə bir toqquşmalar, eyni zamanda Türkiyənin bu ölkədə barış gətirən bir ölkənin varlığını həzm eləyə bilməyən çevrələrin hərəkətlənməsi, Dəməşqin ətrafına raket zərbələrinin endirilməsi faktı özü prezident sarayının hətta yaxınlığına qədər. Bütün bunlar həm də orada sabitliyin pozulmasına yönəlik bir marağının olduğundan xəbər verir, amma Azərbaycan həm də bu bölgədə olmaqla mesaj verir ki, biz də varıq, Türkiyə tək deyil. Və bu bir sədaqət borcudur, bir anlaşmadır, bizim sözümüz, imzamızdır. O mənada hesab edirəm ki, bu proseslərin ardınca mühüm bir əməl də dayanacaq. Çünki biz regional əməkdaşlıqda maraqlı olduğumuz kimi eyni zamanda bütün dünyada qeyd edildiyimiz kimi sabitliyin, sülhün bərqərar olunmasını, rifahın gəlməsini istəyən dövlətik, dövlət başçımızın da marağı hər zaman bundan ibarət olur. Sizcə İsrail prezidenti Bakıya niyə gəlmədi? İsrail hökumətindən verilən açıqlama nə dərəcədə qane edici idi? Bu yalnız regionda baş verən qlobal dəyişikliklərlə bağlıdır. Söhbət hərbi eskalasiya riskindən gedir. Yoxsa o Netanyahu'nun Bakıda əvvəlcədən elan olunduğu kimi, daha doğrusu iddia olunduğu kimi Türkiyə prezidenti Erdoğan'la görüşü var idi, nəzərdə tutulmuşdu. Sadəcə bu görüş alınmadığına görə Netanyahu Bakıya gəlmədi. Burada bir neçə nüans ola bilər. Demək, Netanyahu'nun gələcəyi ilə bağlı artıq kimsədə şübhə yox idi. O qədər əminliklə danışırlar. Amma qəfildən gəliş nə zaman ola bilərdi? Üstəlik də bundan əvvəl Türkiyə və Azərbaycan İsrail təmsilçiləri arasında Bakıda görüş keçirilmişdi. Prezident səviyyəsində elan olunmuşdu ki, Azərbaycan rəsmi başı bu məsələdə hansı mövqedən vasitəçi rol oynayır. İlk dəfə açıqlandı bu yüksək səviyyədə. Və gözlənti ondan ibarət idi ki, 5 gün ərzində Netanyahu Bakıda olacaqdırsa, Türkiyə prezidentinin Azərbaycana səfəri çərçivəsində bu görüşün baş tutmasına yönəlik ciddi cəhdlər olacaqdı və heç şübhəsiz Azərbaycan prezidenti təşəbbüsdə buluna bilərdi. Nəticənin əldə olunması isə Azərbaycanın növbəti bir diplomatik uğuru sayıla bilərdi. Görünür ki, həm də Azərbaycanın bu qədər önə çıxmasını həzm eləyə bilməyən çevrələr, xatırladım, paralelli yaparım, Türkiyənin hətta Ukrayna-Rusiya müharibəsi zamanı Ukrayna və Rusiya arasında görüşün təşkilatçısı olaraq masa qurması və İstanbul masasının sonradan iflasına gətirib çıxaran proseslərin baş verməsi Türkiyənin belə bu qədər qanlı qadalı proseslərin qarşısını ala bilmək üçün ortaya qoyduğu bir hər sülh modelini kənara itələnməsini gətirib çıxara bildi bu qüvvələr. Hətta Zelenski də həmin qüvvələrin səsinə səs verdi o dövrdə, çox təəssüf ki. İstisna deyil ki, bu dəfədə hələ də Türkiyə və İsraili üz-üzə qoyub hətta onları savaşa təhrik etmək istəyən qüvvələr istəmədilər ki, Netanyahu Bakıda olsun və Erdoğanla rastlaşsın, görüşsün. Bu təmas onları çox narahat eləyirdi ki, bu bitə bilər. Belə tezliklə bitməsini istəmirlər. Burada Netanyahu'ya hansısa vədlər də verilə bilər. Çünki Netanyahu hökumətinin, İsrailin bu son 3 il ərzində Qəzzada apardığı Həmasa qarşı əməliyyatlar və digər Husilərə, Hizbullaha qarşı həyata keçirdiyi əməliyyatları faktiki olaraq görməzdən gələn paytaxtlar var, çevrələr var, liderlər var. Onlar hansısa bir formada Netanyahu'ya təsir etmə imkanı qazana bilərlər, yaxud da etirazlar hətta İsrailin öz daxilində də necə ki ayrı hallarda baş qaldırır, müharibə əleyhinə və s.
eyni zamanda Trump'ın da hansısa formada təsiri ola bilər ki, bu məsələlər hələ mən bitdi deməmiş bitmədi kimi yanaşması ola bilər ki, bu məsələ hələ davam etməlidir. Suriyada hətta Türkiyə ilə İsraili toqquşdurmaq istəyənlər və bir neçə dəfə hətta məlumatlar yayıldı ki, müharibə anı yaxında hər an baş verə bilər. Belə olduğu halda sülhə qəfil dönüşün olması, sülhə yönəlik onları təmin eləmir. İstisna deyil ki, bu da ola bilər. Güman eləmirəm ki, bu yalnız Türkiyənin Netanyahunun hava yolunu açılması ilə əlaqədardır. Çünki 5 günlük səfərə gələn şəxs məsafəni uzatmağa da bir yönəliş qərar verə bilərdi. Eyni zamanda səfər qrafikına düzən verən lider öncədən bu yolun açılıb-açılmadığına əmin olandan sonra bu barədə qərar verə bilərdi. Səbəb edirəm ki, burada bir neçə nüanslar var. Eyni zamanda Qəzza bölgəsində vəziyyətin yenidən kritikala çatması və İsrailin artıq növbəti səfərbərliyin elan etməsi faktı var. Qəzza əhalisinə hətta humanitar yardımın İsrail ordusu tərəfindən paylanması barədə qərarın özü İsrail Nazirlər Kabinetində və bu faktiki olaraq Qəzza əhalisinin tam şəkildə nəzarətə götürülməsi, gələcəkdə Hamasla müharibənin aparılması üçün o əhalinin təhlükəsiz bir zonaya köçürülməsi Cənub bölgəsinə və sonradan ümumilikdə Fələstinlilərsiz Qəzzanın elan olunması, İsrail ordusunda orada həmişəlik qalması, təhlükəsizlik təminatı kimi, bufer zona kimi. Bu plan ola bilsin ki, artıq o ən üst səviyyədə qərar verilib. Bundan əvvəl hətta Trump Qəzzalıların Yordaniya və digər ölkələrə köçürülməsi planından danışırdı. Ərəb ölkələri etiraz etdilər. Güman ki, artıq İsrail üçün o son finish xətti sayıla biləcək Qəzzanın, anklavın ələ keçirilməsi planı masadadır deyən belə bir həssas durumda, kritik anda Netanyahunun ölkə xaricində olması qəbul olunmadı. Eyni zamanda Suriya ilə bağlı yaşananlar və Husilərin hətta inanılmaz dərəcədə yeni silahlarla, müasir silahlarla İsrail ordusuna zərbələr endirilməsi, Tel Aviv aeroportunu bombalaması və yenidən proksi qüvvələrin aktivləşməsi faktı Netanyahunu bu səfəri biraz ertələməyə, fərqli qərar verməyə və Azərbaycan prezidentinə təşəkkürü də ondan xəbər verir ki, burada Azərbaycanın hər hansı bir mane yaratmaq niyyəti olmayıb, ola da bilməzdir. Azərbaycan qonaqlarına hər zaman sayğılıdır. Eşit müəllim, son olaraq, qısa olaraq mən istəyirdim bir məsələyə də münasibət bildirəsiz. Zelenski 9 may paradında iştirak edəcək ölkələri bir növ hədələyir. Sizcə bu nə dərəcədə effektiv olacaq? Çox əslində təhlükəli bir bəyanatdır. İlk öncə bu bəyanat Zelenskiyə və ölkəsinə, dost Ukrayna yaraşmır və eyni zamanda təhlükə vəd edir. Xatırlayırsa, Rusiya rəhbərliyinin verdiyi çox kəskin reaksiyadan belə göründü ki, hətta Ukraynanı parada hərbi müdaxilə olacağı halda nüvə təhdidi ilə az qala hədələdilər ki, Ukrayna 9-unda parada təhlükə törədə bilər, amma 10-una çıxmaya bilər. Bunun özü kifayət qədər ciddi və təhlükəli bir xəbərdarlıqdır. Yəni, əgər 41-45-ci illərdə biz hansısa atomun sınağını görmüşüksə, hansısa bir təhdidlərin, savaşın hansısa bir anında, Rusiyada hətta mən parad iştirakçılarını xilas etmək üçün bu addımı atdım bir əsasını, bəhanəsini ortaya da qoyub, bəli, onun qarşılığında Ukraynaya sarsıdıcı zərbə vura bilər. Bu da dəhşətli bir itkilərlə nəticələnə bilərdi. Hesab edirəm ki, ötən il qələbə planı deyib ilk növbədə birinci bənd kimi Ukraynanın NATO-ya üzvlüyünü həmin plana qeyd edən Ukrayna prezidenti növbəti dəfə yanlış bir səhv bir mövqe sərgilədi və haqlı olduğu halda haqsız duruma düşə bilər. O mənada ümid eləyək ki, bu yalnız söz, bəyanat xatirinə deyilən sözdən o tərəfə keçməsin. Çünki 80 il öncə bir Azərbaycan da dəhşətlər görüb və 300-400 min arası itki verib bu savaşda. Elə Bakı nefti, digərləri. Azərbaycan hər zaman haqsızlıq görüb şimal qonşumuzdan. Elə Azərbaycan bu ərəfədə
Azərbaycan prezidenti səfərə getmək, paradda iştirak etmək ərəfəsində Azərbaycan deputatı persona Belə bir non grata skandala elan məruz olunub. qalır, Belə yəni. olan halda biz haqsızlığı görmüşük, amma Sovet ailəsinin üzvü kimi faşizmə mübarizə aparmışıq. Biz Ukrayna xalqı da böyük itkilər verib. Hesab edirəm ki, Zelenskinin azı o itkilərində o zaman həlak olan o insanların xatirəsinə sayğı duruşuna bənzər bir atəşkəs elan eləsə, daha çox sayılar seçilər. Nəinki Qərbdən hansısa verilən o təlimatlar hesabına daha dəhşətli bir vəziyyətə ölkəsini salınmağı arzu olunandır. Çox sağ olun, maraqlı müsahibəyə görə sizə bir daha təşəkkürümüzü bildiririk. Əziz dinləyicilər, sizin diqqətinizə bir daha çatdırım ki, bizimlə həmsöhbət siyasi şərhçi Elşad Paşasoy idi. Bununla da verilişimiz başa çatır. Biz sizinlə sabah yenidən eyni vaxtda və eyni məkanda görüşəcəyik. Ona qədər özünüzə yaxşı baxın, sağ olun. %2.7 FM